Salam uşaqlar. Bugün iqlim və iqlim qurşaqları mövzusundan ilk 100 suala, sonra isə materiklərin iqlim mövzusundan ilk 100 suala baxmağa çalışacağıq. Birinci sual belədir. Mülayim enliklərə nisbətən ekvatorial enliklərdə yağıntıların daha çox düşməsinin səbəbi, bunun səbəbi ondan ibarətdir ki, ekvatorial enliklər mülayim enliklərə nisbətən daha çox qızdığı üçün güclü qalxan hava axınları yaranır və daha çox yağış yağır. Qalxan hava nə qədər çox olarsa, yağış da bir o qədər çox yağar. Düzdür, mülayim enliklərdə də qalxan havadır, amma ekvatorial enliklər daha isti olduğu üçün daha çox su buxarlanır və daha çox qalxan hava müşahidə olunur. Hansı iqlim qurşaqlarında il boyu yalnız iki fəsil müşahidə olunur? İki fəsil müşahidə olunan iqlim qurşaqları subekvatorial, tropik və subarktik iqlim qurşaqlarıdır. Burada subarktik və subekvatorial variantını seçirik. Mülayimdə 4 fəsil olur. Ekvatorialda 1 fəsil olur. Subtropikdə 4 fəsil olur. Ekvatorialda 1 fəsil olur. Orta illik temperaturu 20 dərəcədən çox, yağıntıların illik miqdarı 2000-3000 millimetr olan iqlim qurşağı. Gördüyünüz üzrə temperatur həmişə istidir, yağıntı da həmişə çoxdur. Təbii ki, burada biz ekvatorial iqlim qurşağını seçməliyik, isti və rütubətli. Keçid iqlim qurşaqları üçün səciyyəvi olan cəhətlər. Öz hava kütlələrinə malikdirlər. Xeyr, keçid iqlim qurşaqlarının öz hava kütləsi olmur. Əsas iqlim qurşaqlarının öz hava kütləsi olur. Əsas iqlim qurşaqlarının arasında yerləşirlər. Bəli. Öz hava kütlələrinə malik deyirlər. Bəli. Avrasiya və Avstraliyada müşahidə edilmir. Edilir. Hər ikisində subtropik, subekvatorial qurşaqlar var. Avrasiyada subarktik də var. Davam edirik. Aralıq dənizi iqliminin yayıldığı ölkələr, təbii ki, burada Aralıq dənizinin sahilində olan Yunanistan, Tunis, İspaniya kimi ölkələri seçməliyik. Subekvatorial qurşaqda yayın rütubətli, qışın quru keçməsinin səbəb odur ki, yayda ekvatorial, qışda da tropik hava kütlələri bura gəlir. Ekvatorial rütubətlidir, tropik isə qurudur. Mülayim hava kütlələrinin müvafiq olaraq qışda, yayda və bütün il boyu üstünlük təşkil etdiyi iqlim. Mülayim hava qışda subtropikə gedir, yayda subarktikə gedir, il boyu isə elə mülayimin özündə hakim olur. Yəni subtropik, subarktik və mülayim yazılan variantı seçməliyik burada. Cavabımız Y variantı olacaq. Tropik hava kütlələri müvafiq olaraq yayda, qışda, il boyu. Tropik hava kütlələri yayda subtropikə gedir, qışda subekvatoriala gedir, il boyu isə özündə hakim olur. Subtropik, subekvatorial, tropik cavab A variantı. İqlim nəyə deyilir? İqlim hava şəraitinin çoxillik təkrarlanan rejiminə deyilir. Sxemdə verilmiş hansı məntəqələrdə fəsli dəyişkənlik aydın müşahidə olunur? Fəsli dəyişkənliyi mülayim işıqlanma qurşağında, yəni 23.5 ilə 66.5 arasında daha aydın müşahidə olunur. Burada 6, 2 və 4-ü götürə bilərik. Verilən xüsusiyyətlərin aid olduğu iqlim tipi və ya qurşaqlar. Qış sərt, soyuq, yay mülayim. Deməli, bu keçiddir də. Qışı bir cürdür, yay bir cürdür. Soyuqla mülayimin arasında təbii ki, subarktiki seçəcəyik. 1-ə 2. Qışı mülayim, rütubətli, yayı isti quru. Deməli, bu da keçiddir. Qışı bir cürdür, yayı bir cürdür. Bu subtropik iqlimə uyğun gəlir və aralıq dəniz növünə. Qış mülayim, rütubətli, yay isti quru. Qış isti quru, yay isti rütubətli. Bu da keçiddir. Çünki bir fəsil qurudur, bir fəsil rütubətli, amma həmişə istidir. Həmişə istidirsə tropiklə ekvatorialın arasında olmalıdır. Bu subekvatorial enlik olacaq. Yağıntıların yayda, qışda, il boyu. Yayda subekvatorial, qışda aralıqda, il boyu isə ekvatorialda yağır. Yəni 1-ə 2, 2-yə 3, 3-ə də 1. Mülayim dəniz iqlim tipinin hakim olduğu ölkələr, mülayim dəniz iqlimi Qərbi Avropada hakimdir daha çox. Orada da İrlandiya, Böyük Britaniya və Danimarka kimi ölkələr var.
Mülayim iqlim qurşağı üçün səciyyəvi olan əlamət. Yüksək təzyiq deyil, alçaq təzyiq sahəsində mülayimliklər. Bulutluluq çoxdur çünki qalxan havadır. Fəsillərin aydın müşahidə olunması olar, mülayim işıqlanmadır çünki aşağı atmosfer təzyiqi olar, alçaq təzyiqdir. Havanın enən yox, qalxan hərəkətidir. Bulutluluq da çoxdur. 3, 4, 6 hava. Coğrafi enliyin əsas iqlim əmələ gətirən amillərdən biri olmasının səbəbi coğrafi enlikdən asılı olaraq günəş şüalarının düşmə ucağının dəyişməsidir təbii ki. Günəş şüaları nə qədər çox böyük ucaqdan düşərsə, ərazi bir o qədər isti olar. İrlandiyada qışın Belarusa nisbətən mülayim keçməsinin səbəbi İrlandiyada mülayim dəniz, Belarusda isə mülayim kontinental iqlimin olmasıdır. Burada indi nə götürə bilərik? İrlandiyanın iqliminə Atlantik okeanın təsiri. Bəli, okean sahilində olduğu üçün rütubət daha çox olur. Yay, qış yağış yağır və hava çox soyuqdur. Aqroiqlim ehtiyatlarının əsas göstəricisi burada havanın il ərzində 10 dərəcədən yuxarı orta sualıq temperaturlarının cəmidir. Yəni hava həmişə isti olmalıdır ki, əsas göstəricidə ə, aqroiqlim ehtiyatları yaxşı hesab edilsin. Göstərilən əlamətlərin aid olduğu iqlim qurşağı. Temperaturun illik amplitudu azdır. Yəni ya həmişə istidir, ya da həmişə soyuqdur. İl boyu ifrat rütubətlənmədir. Aha, bu artıq ekvatoriala doğru gedir. Alçaq təzyiqdir, bəli, ekvatorial. İl boyu rütubətlidir, alçaq təzyiqdir. Amplitud da azdır, il boyu istidir. Mülayim qurşaqda yayı isti, qışı sərt soyuq. İllik temperatur amplitudu yüksək, yağıntısı az olan iqlim təbii ki, burada biz kəskin kontinental iqlimi götürməliyik. Düzdür, mülayim kontinentaldır. Qış soyuq keçir, amma bura sərt soyuq yazır. Yəni daha soyuq olan götürməliyik. İllik amplitudu da daha yüksəkdir kəskin kontinental, mülayim kontinentala nisbətən. Əks olunan radiasiyanın payının üstün olduğu qurşaqlar. Biz burada bulutluluğu çox olan qurşaqlara, yox, əks olunan, səpələnə yox. Əks olunan, yəni buz qatı daha çox əks etdirmə qabiliyyətinə malikdir. Biz burada buz qatı ilə örtülü əraziləri seçməliyik. Bu da Arktik və Antarktik olacaq. Əsasən ekvatorial və subekvatorial iqlim qurşağında yerləşən dövlətlər. Burada biz Pakistanı götürə bilmərik. Daha çox tropikdədir. İndoneziya, Papua Yeni Qvineya, Braziliya olar. Argentina böyük hissəsi subtropik və mülayimə düşür. Çinin kiçik hissəsi subekvatorialdadır. Böyük hissəsi subtropik mülayimdədir. Sudan da tropikdədir. Burada cavabımız elə Braziliya, subekvatorial, ekvatorial, Papua Yeni Qvineya, ekvatorial və subekvatorial, İndoneziyada ekvatorial və subekvatorial. Nisbi rütubətliyi il boyu yüksək olan paytaxt şəhərlər, yəni həmişə yağışlı olan. Bu da mülayim dəniz iqlimində olanları seçə bilərik və ekvatorial iqlimdə olanları. Burada cavabımız Jakarta, İndoneziya, ekvatorial iqlim, London və Kopenhagen isə mülayim dəniz iqlimində Avropanın qərbində yerləşirlər. Ekvatorial hava kütlələrinin səciyyəvi xüsusiyyətləri il boyu isti və rütubətli. İl boyu isti, rütubətli, bol yağıntılı Y variantı. Qışda isti, quru havanın və yüksək təzyiqin üstünlük təşkil etdiyi iqlim qurşaqları. Deməli, qışda isti və quru olur. Subekvatoriala uyğun gəlir. Yüksək təzyiqdir, çünki tropik hava gəlir. Tropiklərdə yüksək təzyiqdə yerləşir. Söhbət burada subekvatorialla və tropikin özündən gedir. Tropikdə təkcə qış yox, il boyu belədir. Amma qışda da belədir da, yəni götürə bilərik. Subtropik və subekvatorial iqlim qurşaqlarında yayda üstünlük təşkil edən hava. Subtropika yayda tropik gəlir, subekvatorial isə ekvatorial gəlir. Cavabımız A variantı. Ərazilərinin müəyyən hissəsi cənub mülayim iqlim qurşağında yerləşən ölkələr. Cənub mülayimə düşürsə, Afrikada mülayim iqlim yoxdur deyə, Afrika ölkələri.
Çıxırıq. Angola, Mozambik, Madagaskar burada getdi. Car getdi. Elə bir dənə B variantı qaldı. Cənub yarımkürəsində mülayim iqlim təkcə Cənubi Amerika materikində var. Bir də Yeni Zelandiya və Tasmaniyada var nisbətən. Ona görə burada cavab Argentina, Çili və Yeni Zelandiya olacaq. Hansı prosesin yaranmasına iqlimin təsiri yoxdur? Torpaq növlərinə təbii ki, təsiri var. Torpağın aşınmasına təsir var. Yağış çox yağan ərazilərdə, məsələn, kimyəvi aşınma olur, səhralarda fiziki aşınma olur, isti quru iqlimdə. Əhalinin yerləşməsinə təbii ki, hava şəraitinin təsiri var. Zonallığa, yəni təbii zonaların yayılmasına təsir var, amma qabarma çəkilmə ayın və günəşin cazibə qüvvəsi ilə baş verir. Orada iqlimin söhbətə heç bir aidiyyatı yoxdur. İnsanın yaşayışı və təsərrüfat fəaliyyəti üçün daha əlverişli olan iqlim. Kifayət qədər isti, kifayət qədər rütubətli iqlimləri seçməliyik. Yəni çox quru və çox soyuqları burada seçməyəcəyik. Məsələn, subarktiki burada seçməyəcəyik, soyuqdur. Məsələn, burada da subarktik var. Onu da seçməyəcəyik. Tropik çox isti, qurudur, seçməyəcəyik. Burada da tropik var. Subtropik istisi də var, rütubəti də var. Şimal mülayim həmçinin. Subekvatorial həmçinin. Ona görə də burada B variantını seçə bilərik. Arktik və tropik səhralar zonasında havanın əsasən buludsuz, yağıntısız olmasının səbəbi enəl hava şəraitidir. Yüksək təzyiq sahəsi və havanın enəl hərəkəti variantlarını burada seçirik. Yer kürəsində iqlim qurşaqlarının yaranmasının səbəbi təbii ki, burada biz yer səthinin günəş tərəfindən qeyri-bərabər qızması hadisəsini seçməliyik. Hansı yarımkürə daha soyuqdur və bunun səbəbi Cənub yarımkürəsi daha soyuqdur. Səbəbi ondan ibarətdir ki, Antarktida burada yerləşir. Yəni buz qatı, dünyanın ən böyük buz sahəsi buradadır. Ona görə də daha soyuqdur. Ümumiyyətlə, Antarktida da qütbdədir, Şimal Buzlu okeanda, amma Antarktida daha soyuqdur. Çünki Şimal Buzlu okean sudur, istini özündə yaxşı saxlayır. Antarktida qurudur, yaxşı saxlaya bilmir. Aralıq dənizi iqlimi səciyyələrindən əlamət odur ki, yay isti quru, qışsa mülayim və rütubətli olur, elə bizim ölkəmizdə olduğu kimi. Deməli, hansı ölkədə Aralıq dənizi, mülayim kontinental iqlim tipləri? Bu Fransadır. Cənubi Aralıq dənizi sahilindədir. Aralıq dənizi iqlimi var. Qərbi Atlantik okean sahilində mülayim dənizdir. Şərq hissəsində Şərqi Avropaya yaxındır, mülayim kontinentaldır. Ona görə Fransa variantını seçməliyik. Səpəlmə radiasiyanın daha böyük olduğu iqlim qurşaqları, ən buludluları burada biz seçməliyik. Bu da qalxan hava şəraiti olan ekvatorial və mülayim iqlim qurşaqları olacaq. Ekvatorial mülayim iqlim qurşaqlarının oxşar fərqli cəhətləri havanın qalxan hərəkəti ikisindədir. Var. İllik temperatur amplitudu ekvatorialda azdır. Mülayimin kontinentalında, kəskin kontinentalında çoxdur. Fəsillər mülayimdə aydın müşahidə olunur. 4 fəslin 4-ü də var. Səpələnmə radiasiya ikisində də var. Çünki ikisi də qalxan havadır. Buludluluq yaradır. Şimal materiklərində geniş sahəni mülayim iqlim tutur təbii ki. Ekvatorial daha çox cənub materiklərindədir. Qırmızı sarı ferroid torpaqlar isə ekvatorial iqlim şəraitinə xas olan torpaqlardır. 2, 6, 3, 5, 1, 4. İyun-avqust aylarında təsir etdiyi ərazilərdə temperaturun xeyli aşağı düşməsinə səbəb olan hava kütləsi. Deməli, iyun-avqust yay aylarında gəlir və temperaturu aşağı salır. Bu, şimal yarımkürəsində olmayacaq. Çünki şimalda iyun-avqust yay aylarıdır. Burada temperaturu aşağı salan bir hava kütləsi gəlməyəcək. Deməli, bu cənub yarımkürəsindədir ki, iyun-avqust qış aylarına düşsün. Orada da təbii ki, Antarktik hava kütlələri temperaturu kəskin aşağı sala bilər. Burada cavabımız Antarktik hava kütlələri olacaq. Çili dövləti sahəcə Monqolistandan dəfələrlə kiçik olsa da, onun daha çox sayda iqlim qurşağında yerləşməsinin səbəbi şimaldan cənuba daha böyük məsafədə uzanmasıdır. Çili dünyanın ümumiyyətlə ən uzun ölkəsi hesab olunur. Burada
Meridian boyu böyük məsafədə uzanması. Monqolıstan enlidir, Çil isə uzun. Arktik iqlim qurşağını səciyyələndirən cəhət yüksək təzyiq, enən hava, az yağıntı, aşağı temperatur. Aşağıdakı xüsusiyyətlərlə səciyyələnən iqlim qurşağı. Öz hava kütləsinə malikdirsə əsasdır. Deməli, biz burada keçidləri atırıq. Fəsillər aydın müşahidə olunursa, biz mülayim və subtropik seçə bilərik. Burada isə əsas seçməliyik deyə cavabımız elə mülayim olur. Daxilində 4 iqlim tipi var. Musson, mülayim musson tipi də var. Mülayim dəniz iqlimini səciyyələndirən xüsusiyyət mülayim yay. İlik amplitud böyük deyil. Həmişə temperatur orta olur. İsti yay və qış olmaz. Qışı sərin keçir. İl ərzində yağıntı çox olur. Bura azdır yazıb. İllik temperatur amplitudu aşağıdır. Bəli, həmişə orta temperaturlardır. Quru yay, rütubətli qış olmaz. İl boyu yağıntılıdır. Yağıntı miqdarı çoxdur. Mülayim qışdır. Mülayim yay, mülayim qış. Amplitud az, yağıntı çox. 1, 5, 7, 8. Okeanlardan uzaqlaşdıqca ərazidə baş verən iqlim dəyişkənliyi. Okeanlardan uzaqlaşdıqca quraqlıq yaranır. Bulutluluq artmaz, azalar. Sutkalıq amplitud artır. Sutkalıq amplitud artar. Bəli, gündüz bulutsuzsa gündüz çox qızıb, gecə çox soyuyacaq. İqlim də kontinentallaşır. Qış yay temperaturu arasında fərq böyüyür, çünki bulutluluq azalır. Rütubət artmır, azalır. Yağıntı miqdarı azalır. İllik temperatur amplitudu azalmır, artır. Məsələn, kəskin kontinental iqlimlər okeanlardan uzaqda yerləşir. Ona görə çox kontinentaldır. Aşağıda hansı iqlim qurşağı xarakterizə edilmişdir? Qış soyuq, yay mülayim. Bu subarktikdir. Öz hava kütləsi yoxdur, keçiddir. Tundra, meşə tundra subarktikdədir cavabımız. Subarktik olacaq. Havanın temperaturun illik gediş qrafikinin səciyyəvi olduğu ərazilər. Deməli, burada temperatur mənfiyə düşməyib, amma çox da belə dəhşət isti də olmayıb. 16 ilə 4 dərəcə arasında gedib gəlib. Bu mülayim iqlimə xasdır. Çox isti deyil, çox soyuq deyil. Mülayim iqlimdə də Böyük Britaniya, İrlandiya götürə bilərik. Taymur subarktik arktikdədir, Zond ekvatorialda, Antel tropikdə, Sukot subarktikdə. Havanın temperaturun illik gedişatı bu il boyu 25 dərəcədir. Bu dəyişmirsə, deməli ekvatorial enlikdir. Ekvatorial enlikdə yerləşən adaları biz burada seçməliyik. Birinci A variantıdır. Sumatra, Yava, İndoneziyaya məxsus adalar. Bunlar ekvatorial enliklərdə yerləşən adalardır. Galapagos tropikdədir. Tasmaniya mülayim dəniz subtropik, Havay tropik, Kanar tropik. Ekvatorial qurşaq üçün səciyyəvi olmayan. Alçaq təzyiqli, yüksək təzyiq səciyyəvi deyil, götürürük. Qalxan hava var, götürmürük. Fəsillər müşahidə olunmur, həmişə istidir, götürürük. Aşağıdır, düzdür, götürmürük. Bulutluluq çoxdur, az yazıb, götürürük. Yağıntının çox olması düzdür, əliyirik. 1, 3, 5-dir cavab. Mülayim qurşaq üçün yenə səciyyəvi, bu dəfə mülayim üçün səciyyəvi olmayan. Yüksək deyil, alçaqdır, ona görə götürdük. Bulutluluq az deyil, çoxdur. Qalxan havadır çünki. Enən deyil, qalxandır. Elə 1, 2, 3-dür cavabımız. C variantı. Fəsillər aydın müşahidə olunur. Havanın qalxan hərəkəti var. Bulutluluq çox. Yağıntıların illik miqdarı 400, mümkün buxarlanma isə 200 olarsa, ərazidə nə formalaşar? Yağıntı 400, mümkün buxarlanma 200 isə rütubətli əmsalı 2-yə bərabərdir. Yəni 400 bölü 200 rütubətli əmsalı yağıntı bölü buxarlanma qabiliyyətidir. 2 də çox böyük rütubət deməkdir. 1-dən böyük olanda ifrat rütubət hesab olunur. Ona görə biz burada ifrat rütubətlənmə variantını seçəcəyik. Yağıntıların illik miqdarı 300, mümkün buxarlanma 1000-dirsə, bu quraqdır. 300-ü 1000-ə bölündə 0,3 eləyir. Bu olacaq subtropikin kontinentalı səhra iqlimi.
Subtropik yenlikdə yerləşən mütləq hündürlüyü neçədir bu? Düşməyib ya. Düşməyib mütləq hündürlük. Ətəyində 12 dərəcə temperatur olan dağın zirvəsində daimi qar və buzlaq örtüyün yaranmaması. Yəni, bunu təxmin edə bilərik. Daimi qar və buzlaq örtüyü yaranmışsa, ə, deməli, zirvəsində ə, temperatur həmişə sıfırdan aşağı deyil. Yəni, daimi qar xəttindən aşağıdadır. İl boyu isti də götürə bilmirik, çünki qışda soyuq da ola bilər. Burada daimi qar xəttindən söhbət gedir. Daimi yazıb bura. Yəni, yayda da olmalıdır, qışda da olmamalıdır daha doğrusu. Yəni, məsələn, temperatur qışda mənfi olsa da, orada buz olsa da yayda əridiyi üçün il boyu isti olmaya da bilər. Yalnız yayda da isti ola bilər. Mülayim kontinental iqlim tipinə malik olan paytaxt şəhərlər. Bunlar Şərqi Avropa şəhərləri olmalıdır. Paris, Madrid aralıq dənizindədir. Ə, London mülayim dənizdədir. Ə, Washington mülayim dənizdədir. Tokyo mülayim mussondadır. Burada Kiyev, Budapeşt, Minsk, Moskva hamısı Şərqi Avropa şəhərləridir və Şərqi Avropa mülayim kontinental iqlimdədir. Tropik iqlim qurşağında yerləşən paytaxtlar Jakarta subekvatorialdadır, New Delhi subekvatorialdadır, Tunis Aralıq dənizindədir. Sonra Daşkənd Özbəkistan paytaxtı bu subtropikdədir. Mexiko tropikdir, Havana Kuba tropikdir, Ər-Riyad Səudiyyə Ərəbistan tropikdir, Abu Dabi Qatar Birləşmiş Ərəb Əmirliyi tropikdir. Diaqrama uyğun gəlin iqlim qurşağı. Deməli, baxırıq, yağış il boyu stabildir, temperatur da il boyu stabildir. Burada daha çox ekvatorial iqlim qurşağına bənzəyir. Ekvatorial götürək. Ekvatoriala xas xüsusiyyətlər isə qırmızı, sarı, ferrari torpaqlar, havanın qalxan hərəkəti, rütubətli ekvatorial meşələr. 2 və 2, 3, 4. Burada ekvatorial olduğunu hardan bildik? İl boyu yağış yağıb, özü də çox yağıb. 2000 millimetrdən çoxdur. Temperatur da il boyu istidir. İl boyu isti, il boyu rütubətli. Bu ekvatorial iqlimə xas olan xüsusiyyətdir. 53-cü diaqrama baxırıq, sualın diaqramına daha doğrusu. Burada baxırıq ki, yağış daha çox yay fəsillərində, bizim yay fəsillərində iyul, avqust, iyul aylarında yağıb, yayda yağıb, həmişə də isti olub. Həmişə isti, yay rütubətli, qış quru. Bu subekvatorial iqlimə xas olan xüsusiyyətdir. Subekvatorial iqlim keçid qurşaqdadır, yay rütubətli, qış qurudur və savannalarda qırmızı qonur torpaqlar yayılıb. Cavab 1, 3, 4. Məntəqələrin hansında rütubətli iqlim müvafiq olaraq il boyu, yayda, qışda. İl boyu ekvatorda olacaq 4. Yayda subekvatorialla mussonda ola bilər. Ona görə mussonda olan 2 və 2-ni seçirik. Yayda rütubətli. Qışda rütubətli isə aralıq dəniz iqlimi olaraq 5-i seçə bilərik. 4, 2, 5. 6 həmişə qurudur. Bir də Misirdə səhra həmişə qurudur. 4, 2, 5, B variantı. Məntəqələrin hansında quru iqlim müvafiq olaraq il boyu qurursa səhra seçəcəyik burada 4. Müvafiq olaraq il boyu yayda. Yayda qurutsa aralıq dəniz iqlimi olacaq. Ya da hə, aralıq dəniz ola bilər. Burada da aralıq dəniz iqlimi. Ay yox, 4 aralıq dənizdə düşür əslində. Avstraliyanın cənub-qərbi aralıqdır. Burada il boyu quruya 2-ni seçirik. Heç bunu görməmişəm. Ərəbistan yarımadası. Yayda quruya aralıq dənizində yerləşən 4-ü seçirik. Qışda quruya subekvatorialda və mussonda yerləşənləri seçə bilərik. 5 mussondadır. Gəlin hələ ki onu seçək. 2, 4, 5 varmı? Var. İqlim diaqramına aid olduğu məntəqə deməli mənfi 30 təxminən. Müsbətə də keçmir. İl boyu mənfidir.
İl boyu mənfisi Arktik iqlim qurşağıdır. Təbii ki, burada bir nömrəli məntəqəni seçməliyik. Qütbə ən yaxın. İqlim diaqramı hansı məntəqəyə aiddir? Deməli, burada baxırıq ki, temperatur 10 dərəcə ilə 30-25 dərəcə arasındadır. Yəni mənfiyə düşməyib. Və yağıntılar əsasən qış ayları, oktyabr, noyabr, dekabrda daha çox yağıb, iyun, iyul, avqust nisbətən zəif yağıb. Qışda yağış yağarsa, biz həmişə aralıq dənizini seçəcəyik. Ümumiyyətlə, qışda yağış gördüksə, aralıq dəniz iqlimi seçməlisin. O da Pireneya yarımadası 4-cü məntəqəyə uyğun gəlir. Yayda yağış subekvatorialla mussondur, qışda yağış aralıq dənizidir, il boyu isə mülayim dəniz ola bilər, ekvatorial ola bilər, bərabər rütubətli subtropik ola bilər. Xəritə sxemasından subtropik iqlim qurşağı müvafiq olaraq kontinental, aralıq dənizi və musson tiplərinə malik məntəqə. Kontinental materikin daxili hissələrində olar. Nallar-bor düzənliyi kontinentala seçək. Ə, Aralıq dənizi Afrikanın cənubunda var. 1-i seçək. Musson isə Şimali Amerikanın şərqində var. 3-ü seçək. 2, 1 və 3 A variantı. Müvafiq olaraq subekvatorial mülayim subtropikdə yerləşən, subekvatorialsa Afrikada Qvineya körfəzindən biraz yuxarı ola bilər, 3-cü məntəqə. Mülayimdirsə Cənubi Amerikanın cənubu 1, subtropikin aralığı isə 2-yə uyğun gəlir, 3, 1, 2 A variantı. A məntəqəsi üçün verilmiş qrafika uyğun olmayan. Deməli, qış temperaturu mənfiyə düşüb və yağış da qışda yağıb. Yağışın qışda yağış deyil, bu turistdir. Turistlərin sayı. Turistlər qışda gəlib, qışda da mənfi olub. Turistlər qışda soyuq yerə niyə getsinlər ki? Deməli, dağ turizmi var da burada. Turizm qış fəslində intensivdir, bəli. Subekvatoriyada mənfiyə düşə bilməz. Ona görə B variantı səhvdir. Orta ayaq temperatur 20 dərəcədən yüksək olmur, bəli, olmur. 20-dən aşağıdadır həmişə. Yanvarda 0-dan aşağıda, bəli, mənfiyə düşüb. İl boyu 30 mindən çox turist gəlir. Bunu indi oturub burada 1000 nəfərlə buradan verib. Saymayaq. 6-dan yüksək 3-4 dənə var. Burada da var yüksək. Buranda 30-dan çox eləyəcək. Cavab burada subekvatorial iqlim qurşağında yerləşir variantıdır. Çünki subekvatoriyada temperatur mənfiyə düşə bilməz. Yağış da qışda yox, yayda yağış. Yağış da öyle turist. Neyse. A məntəqəsi üçün verilmiş iqlim diaqramına uyğun olan xüsusiyyət, deməli 10-dan 25 dərəcə arasındadır. Yağış da qışda yağıb, qışda yağıbsa, temperatur mənfiyə düşməyibsə, aralıq dəniz iqlimidir. Aralıq dənizində də turizm üçün əlverişli təbii şərait yoxdur yazılıb. Hə, yox, var. Burada il ərzində müxtəlif hava kütlələrinin təsirinə məruz qalığı seçəcəyik. Çünki aralıq dənizi keçid iqlim qurşağında yerləşir. Yayda tropik, qışda isə mülayim olur. Əsas deyil, keçid qurşaqdır. Turizmi yaxşıdır. 0 dərəcədən aşağıya düşməyib. 20 dərəcədən aşağı yox, yuxarıdadır yay temperaturu. Kəskin kontinental iqlim şəraiti Sibir regionundadır daha çox. Orta Sibir və Qobini burada götürə bilərik. Müstəqil temperatur amplitudu kiçikdirsə, ekvatorial ərazilər, Konqo və Amazonu seçə bilərik. Çünki həmişə istidirlər. Subarktik iqlim qurşağına təsir edən hava kütlələri. Subarktikə yayda mülayim, qışda tropik, qışda arktik təsir edir. Qışda arktik, qışda arktik, yayda mülayim. Subarktik iqlimin səciyyəvi xüsusiyyəti yay mülayim rütubətli, qış sərt soyuq keçir. Çünki yayda mülayim, qışda soyuq hava, arktik hava yayır. Sxemdə verilən şimal yarımkürəsində subtropik iqlim qurşağında yerləşən hansı məntəqədə günorta vaxtı buludsuz, aydın havada temperatur yüksək olar? Hansı hündürlük azdırsa onda? Bu bir dağdırsa, ən kənardakı hündürlük ən azdır. Ona görə cavab A variantı olur.
Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq azdır. Deməli, buxarlanması da çoxdur, qabiliyyəti də çoxdur, istidir, həm də rütubətlidir. Ağac bitkinin inkişafı imkanı məhduddur. Ha, onda soyuq və quru olacaq. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq ə, azdırsa, deməli qabiliyyət də az ola bilər, buxarlanma da az ola bilər. Ya ikisi də çoxdur, ya ikisi də azdır. İkisi də çox götürəndə ekvatorial olur. Amma ekvatorda ağac bitkilər yaxşı inkişaf edir. Deməli, burası soyuq bir ərazidir. Bəzi aylarda günəş üfüq üzərinə görsənmir, yəni qütb gecələri baş verir. Burada da qütbə ən yaxın olaraq biz subarktik iqlimi seçməliyik. İqlim diaqramı hansı paytaxt şəhərə aiddir? Yağış yayda yağıb, il boyu da temperatur isti olub. İl boyu isti, yayda yağış subekvatorial iqlimdir. Subekvatorial iqlimdə isə Seneqalın paytaxtı Dakar yerləşir. Aşağıdakı əlamətlərin səciyyəvi olduğu iqlim. Öz hava kütləsi yoxdur, deməli keçid. Müxtəlif landşaft tipləri yaranır, ola bilər. Müxtəlif iqlim tipləri var. Keçidlərdən iqlim tipi olan subtropikdir. 4 dənə tipi var. Aralıq, musson, kontinental, bərabər rütubətli. 4 fəsildə müşahidə olunsa 100% subtropikdir. Şimal və cənub subtropik. Qütb enliklərindən tropik enliklərin oxşar fərqli cəhətləri. Buxarlanma qabiliyyəti isti yerdə yüksək olur. Buna tropikə götürürük. Nisbi rütubət qütbdə yüksəkdir, həmişə rütubətlidir. Atmosfer təzyiqi ikisində də yüksəkdir. Daimi küləklər buradan başlayır, çünki ikisi də yüksək təzyiqdədirlər. Külək də yüksəkdən alçağa əsir. Buxarlanma qabiliyyəti aşağıdır qütblərin, nisbi rütubət aşağıdır tropiklərin. 2-5, 1-6, 3-4. Tropik hava kütləsi ilə mülayim hava kütləsinin oxşar fərqli cəhətləri. Dəniz və kontinental tipi ikisinin də var əslində. Tropik dəniz var, tropik kontinental var, mülayim dəniz var, mülayim kontinental var. Daimi küləklər başlayırsa, yüksək təzyiq sahəsi olan tropiki seçməliyik. Subtropik iqlim uşağın formalaşmasına ikisi də təsir göstərir, çünki subtropik bunların arasındadır. Nisbətən yüksək coğrafi enlik, yəni daha yuxarı enlikdə bu mülayimə düşür, daha yuxarıdadır. Azərbaycanda həm dəniz, həm kontinental tipi təsir edir. Bu mülayim hava kütləsinə aiddir. Azor adalarından, Atlantik okeandan dəniz, Qazaxıstandan, Şərqi Avropadan kontinental gəlir ölkəmizə. Buxarlanma qabiliyyəti yüksəksə isti olmalıdır. Bu da tropikə uyğun gəlir. 2-6, 4-5, 1-3, B variantı. Verilən əlamətlərin aid olduğu iqlim qurşaqları. İl boyu atmosfer təzyiqi yüksəkdirsə, deməli tropiklə qütb ola bilər. Havanın rütubət tutumu az olsa da nisbi rütubət yüksəkdir. Deməli soyuqdur hava, amma rütubətlidir. Bu elə qütb olacaq, Arktik, Antarktik. Fəsli dəyişkənlikdə zəif müşahidə olunur. Cavab Arktik, Antarktik. Tropik, kontinental və Antarktik iqlim qurşaqları üçün ümumi əlamət. Atmosfer təzyiqinin və havanın ortaya temperaturunun yüksək olması. Təzyiq yüksəkdir, amma temperatur Antarktikdə yüksək ola bilməz. Nisbi rütubət çox ola bilməz tropikdə. Havanın nisbi rütubəti az, yağıntı miqdarı çox. Yağıntı çox olmur tropikdə, nə də qütbdə. Mütləq rütubətliyin və yağıntı miqdarının az olması. Ə, Əslində nisbi götürsək, rütubətlik çoxdur. Amma mütləq rütubət az olur, qramla miqdar. Çünki eynən hava axınıdır bunlardır. Atmosfer təzyiqi yüksəkdir, rütubətin əmsalı kiçikdir. Qütblərdə rütubətin əmsalı böyük olur. Cavabımız elə olur D variantı. Rütubətin əmsalı böyüksə də rütubətin ümumi miqdarı azdır. Çünki qütblər az saxlaya bilir ümumiyyətlə. Soyuq hava özündə rütubəti az saxlaya bilir. Subarktik, subtropikin xas xüsusiyyətləri. Yay ayları mülayim havaya subarktik məruz qalır. Subtropikə mülayim qışda gəlir. Qış ayları mülayim subtropik. Yağıntıların miqdarı az olsa da əsasən ifrat rütubətə. İfrat rütubət demək qütbə yaxın ərazidir. Subarktik. Buxarlanma qabiliyyəti isti yerdə yüksək olur. Subtropik.
Sutqalıq temperaturu amplitudun daha yüksək olduğu bölgələrə malikdir. Sutqalıq temperatur amplitudu daha yüksəkdir. Yəni kontinental tipi var demək istəyir. Səhraları var. Səhraları varsa, buna biz subtropiki seçəcəyik. 2-yə 5. Buxarlama qabiliyyəti və buxarlama arasında fərq azdır. Subarktikdə çünki soyuqdur. Qabiliyyət də azdır. Buxarlanan su da azdır. 1, 3, 6, 2, 4, 5 A variantı. 75. Xəritə sistemində rəqəmlər verilən iqlim qurşaqları ilə bağlı düzgün ifadələr. 1,6, 1 subekvatorial, 6 bu da subarktikə düşür. Rəngi yaxşı düşmür. Subarktik olar. Labradorun üstüdür. Müxtəlif hava kütlələrinin təsirinə məruz qalır. Bəli, keçid iqlim qurşaqlarıdır. Müxtəlif hava kütlələrinin təsirindədirlər. Yay aylarında tropik hava kütlələrinin təsirinə məruz qalır. 1 ilə 2 subekvatorialdır. Bura qışda gələr tropik. Səhvdir. Yəni 1-ə qışda gələr. 4-5 bütün fəsillər aydın müşahidə olunur. Bunun üçün mülayim işıqlanmada subtropik mülayimdə olmalıdır. 5 uyğun gəlir. 4 də uyğun gəlir. Bu düzdür. 2 və 4 çoxsaylı iqlim vilayətlərinə bölünür. 2 subtropikdir, 4 vilayətə bölünür. 4 mülayimdir, 4 vilayətə bölünür. Bu da düzdür. Deməli, CD 3 və 6 nisbi və mütləq rütubət yüksəkdir. 3-də yüksək olar, çünki ekvatorialdır. 6-da isə nisbi yüksək olar, amma mütləq az olar. Çünki qram az tutur orada. Onu çıxırıq. 3 və 5 buxarlama qabiliyyəti yüksəkdir. Deməli, isti olmalıdır. 3 istidir, 5 də subtropikdir. Daha doğrusu tropikdir, o da istidir. Olar. F olar. Nə olmadı bə? D ilə F 100% olar. ADF yoxsa CDF? C-də əslində biz 5-ə bütün fəsillər götürdük, amma bu tropik imiş, subtropik deyilmiş. Tropikdə bütün fəsillər yoxdur axı. Amma 1 ilə 6 müxtəlif hava kütlələrdir. Məncə ADF. Cavab B variantı. Cədvəldə verilmiş doğru yanlış xüsusiyyətlərsən iqlim qurşağını və vilayətini müəyyən edin. Yağıntılar iyun, iyul, avqust aylarında düşür. Yəni yayda. Yayıldığı ərazilər soyuq okean cərəyanı təsirinə məruz qalır. Aha. Bu subekvatorial seçəcəkdim. Soyuq okeana görə qaldı. İyun, iyul, avqust cənubda da qışdır. Bu Aralıq dənizi ola bilər. Cənubda çünki Aralıq dənizi Peru cərəyanının, Benge cərəyanının, Qərbi Avstraliya cərəyanının təsirinə məruz qalır. Soyuqdur üçü də. Cənubi Amerikada bir neçə ölkənin arasında yayılıb, yanlış yazıb. Deməli, bir ölkənin arasındadır. Çilidə də yalnız Aralıq dəniz iqlimi. Tropik işıqlanma qurşağında yerləşir. Xeyr, mülayim işıqlanmadan söhbət Cənub Aralıq dənizindən gedir. Verilmiş iqlim qurşağı və tipləməsinə uyğunluğu müəyyən et. 1 ilə 3 ekvatorialla subtropik, yalnız tropik işıqlanmada, subtropik mülayimdədir. Bu yanlışdır. 2 ilə 4 tropiklə mülayim kontinental. Qış aylarında orta temperatur mənfiyə düşür. Tropikdə mənfiyə düşə bilməz. 2 də səhv. 1 ilə 2 ekvatorial tropik. Braziliyanın ərazisində rast gəlir. Bəli, ikisi də var Braziliyada. 4 ilə 5 mülayim kontinentaldan subarktik. Atmosfer yağıntıları ilin isti dövrünə düşür. Bəli, qışda çox soyuq olduğu üçün yağış yağa bilmir. Bu da düzdür. 2-3 Mərkəzi Asiyada rast gəlir. Tropiklə subtropik. Mərkəzi Asiyada, Türkmənistanda subtropik var. Tropik yoxdur axı. Yox, tropik yoxdur. Cavab elə 3 ilə 4. Xəritə sistemində yağıntı əslində dekabr, yanvar, fevral aylarında düşür. Dekabr, yanvar, fevral düşürsə, şimalın Aralıq dənizi ola bilər 2.
Cənubunda subekvatorial ola bilər. Çünki cənubda yaylalardır. Vay 6, e, başqa nə götürə bilərik? 2, 6, 3 hardadır? Hə, cənub subekvatorialına düşür 3. Onu da götürə bilərik. 2, 3, 6. Yalnızca iyul, avqustda isə şimal subekvatorial ola bilər, yayda yağır və cənubun Aralıq dənizi ola bilər, qışda yağır. Cənubun Aralıq dənizi 1, şimal subekvatorunda isə 4 ilə 6-nı seçə bilərik. 1, 4, 6. İqlim diaqramından ölkələrin və müvafiq iqlim tipini. Cənub yarımkürəsidir. Çünki ən aşağı temperatur iyuldadır. Ee, Yağış da iyun, avqustda, yəni qışda yağır. Qışda yağıbsa biz Aralıq dənizi götürürük. Çünki temperatur da mənfiyə düşməyib. Cənubun Aralıq dənizində hansı ölkə ola bilər? Təbii ki, Argentina yox, bərabər rütubətlidir. Avstraliya. Bəli, Avstraliyada Aralıq dənizi olar. Temperaturun illik gedişat qrafikindən illik temperatur amplitudunun azalma sırası. Ən böyük amplitud burada 1-dədir. Çünki qış və yay arasında ən böyük fərq 1-dədir. Sonra 3-də, sonra 2-də. 1, 3, 2. Amplitudun azalan sırası. Çoxdan azal. Verilmiş əlamətlərin aid olduğu ərazinin illik temperatur qrafiki. Qışda suvarma əkinçiliyi tətbiq olunursa, qış quru keçir deməli. Yayda ekvatorial, qışda tropik, subekvatorial deməli, çaylar yayda bolsa, qırmızı torpaq, subekvatoriala elə A uyğun gəlir. İl boyu isti olmalıdır. O birilərində mənfiyə düşüb ikisində, onlar deyil beynəlcə. D-də ümumiyyətlə çox aşağı temperatur, Y-də də kontinentallıq çoxdur, subekvatorial həmişə isti olur. Verilmiş əlamətlərin aid olduğu illik qrafik. Yayda buxarma qabiliyyəti çox yüksəkdir. Deməli, yayda çox isti olur. Şimal yarımkürəsindədir, kontinentaldır. Qış soyuq, yay isti olur. Deməli, bu subtropik kontinentalıdır. Bir də çox soyuğa getdi. Yayda çox da isti deyil. B variantı daha uyğundur. 30 dərəcə müşahidə olunur. Bəli. B subtropik kontinentaldır. Xəritə sxeminə əsasən Musson olacaq. Şərqi Asiya 5. Aralıq dənizi Afrikanın cənubu 3 və 6. Mussonu da 1 ilə götürürük. 1-5 Mussona, 3-6 aralığa, kontinental da mərkəzi hissələrdə orada 2-4-də kontinental. 1-5, 3-6, 2-4. Xəritə sırasında mülayim kontinental. Kontinental daxili hissələrdə olursa, biz bura Şərqi Avropanı seçə bilərik. Mülayim kontinental ölkələr. 1-4. Aralıq dənizi Afrikanın cənub-qərbi ilə Avstraliyanın cənub-qərbi 3-5 və kontinental, burada yəni kəskin kontinentaldan söhbət gedir. Sibir 6 və mərkəzi düzənliklərin şimalı 2. Burada cavabımız olacaq 1-4, 3-5, 2-6. Temperaturun qrafikinə uyğun gələn şəhərlər. Birincidə il boyu stabil istidir. Bu Jakartaya uyğun gəlir, ekvatorial iqlim. İkincidə az fərq var. Mənfiyə də düşməyib. Mənfiyə düşməyibsə mülayim dəniz, az fərq, Londonu götürə bilərik. Üçüncüdə temperatur mənfiyə düşüb, amma az düşüb, çox da düşməyib. Bu Moskvaya uyğun gəlir, kontinental iqlim. Dörddə isə mənfi həddindən artıq çox düşüb, mənfi 50 dərəcə. Bu Sibir olmalıdır, Yakutsk. İkini də seçirik 4-ə. Deməli 4, 1, 3, 2, D variantı. Yenə eyni tip sual. Burada bir stabildir. Ekvatorial ərazi. Kolombonu seçə bilər. Şri Lanka 1-ə 1. 2-də azdır. Mənfiyə düşməyib. Mülayim dənizdir bu. London yenə. 4, 1, 1 buna, 4 buna.
3-də yenə az düşüb Moskva, 4-də çox düşüb Yakutsk, 1, 4, 1-ə 1, 2-yə 4, 3-ə 2, 4-ə 3, Y var. İqlim diaqramında temperaturun illik amplitudun azalması. Ən çox amplitud burada 1-dədir. Yay qış arasında ən böyük fərq müsbət mənfi 10, müsbət 25 falan. İkinci 4-dədir kontinentallıq yay qış arası, sonra 3-də, sonra 1-də. Deməli 1, 4, 3, 2. 2 kontinentallıq ən az olandır, çünki il boyu stabil temperatur eynidir. 1, 4, 3, 2 Y variantı. Apennin və Koreya yarımadalarına uyğun gələn müvafiq illik qrafiklər. Apennin aralıq dəniz iqlimləri qışda yağacaq. Qışda yağan B-dir. Ay yox, Apenni boş göstərir, Koreyanı dolu qara göstərir. Qışda yağan A-dadır. Boşlar qışda yuxarıda A-da. Koreya mussondadır, yayda yağacaq. Qaralar yuxarıdadır, yenə A-da. Elə A variantı olur. Hansı şəhər iqlim tipi üçün səciyyəvidir? Deməli, burada qışda yağıb, temperatur mənfiyə düşməyib. Şimal yarımkürəsidir, Aralıq dəniz iqlimidir. Yunanistan paytaxtı Afina ola bilər. Dəniz mənbəsinə aid olan sxemi tapın. Səthin əks etdirmə qabiliyyəti azalır. Əks etdirmə qabiliyyəti azalırsa uduma çoxalır. Deməli, su çoxalıb. Burada suyun genişlənməsi, yəni dənizin transqressiyası variantını seçirik. Son mərhələdə isə canlı aləm yaxşı inkişaf edir. Çünki iqlimin istiləşib, rütubətlənməsi var. Burada canlılar daha çox isti rütubətli yerdə yaşayır. Subarktik, subekvatorial, subtropik. Öz hava kütləsi heç birinin yoxdur. Çünki üçü də keçid. İqlim şəraiti əlverişsizdirsə, subarktiki seçək, soyuq. Harlemlə Çeypyok subekvatorial iqlimdədirlər. Avstraliya şimalı. İqlim tiplərinə subtropik bölünür. 4 tipə bölünür. Aralıq dənizli, musson, kontinental, bərabər rütubət. Mülayim dənizdən aralıq dənizin oxşar fərqli cəhət. Şimal materiklərin arasında daha geniş sahə tutur. Bunu əslində biz İkisinə də götürə bilərik. Şimalda daha geniş sahə tutur. İkisi də tutur. Məncə o ikisinə də gedər. Subtropikin də aralıq dənizi. Temperatur amplitudu kiçikdir. Mülayim dənizdə. Çünki il boyu buludlu deyə havanın temperaturu az dəyişir. Sitrus meyvəçiliyi aralıq dənizində olur. Ona görə bunu da götürürük aralığa. Deməli 1-ə 3, 2-yə 2, 4, 3-ə 1 də hərək. 1-ə 3, 1'ə 3, 2'ye 2, 4, 3'ə də 1. Yantar miqları il boyu təxminən bərabər düşür mülayim dənizdə. Bunu yazırıq mülayim dənizdə 3, 5. Avrasiyada şərqə doğru kontinental tiplər var. Onun ikisi də mülayim də subtropik aralıq dənizdə kontinentala keçir. 3, 5, 2, 4, 1, 6. Ekvatorial tropik iqlimin oxşar fərq cəhəti. Rütubətən ucal vahiddən böyükdə ekvatorialda. İl ərzində isti qurudu tropik. Avrasiya materikində Hind okeanı sahilində formalaşır. Hind okeanı sahilində ə, əslində ekvatorial iqlim Malakka yarımadası var. Tropik səhra Hind okeanı sahilində, o da Ərəbistan yarımadasında var. Bunun ikisinə də götürə bilərik. Il boyu eyni hava kütləsi əsas qurşaq olmalıdır. Ekvatorial, tropik də əsasdır. Bunun ikisinə də götürək. 3-4. Sutkal temperatur amplitudu çox yüksəkdir. Deməli, səhradır. Səhra olur tropik. Gündüz çox qızır, gecə çox soyuq. İqlim şəraiti meşə landşaftı üçün əlverişlidir. Bu Amazon meşələrində yayıldığı ekvatorial iqlim olacaq. 1-6, 2-5, 3-4.
Ekvatorial iqlim mülayim dəniz iqlimin oxşar fərqli cəhətləri. İl ərzində hər gün təkrarlanan hava rejimi bu ikisinə də aiddir. İkisi də hər gün. Ekvator hər gün isti rütubətli olur. Mülayim də hər gün mülayim rütubətli olur. Avropanın qərb hissəsində mülayimdir. Meşə landşaftı ikisi də olar. İkisi də rütubətlidir. Afrika qitəsində mülayim yoxdur. İl boyu rütubətli iqlim şəraiti hakim olur. Bu da ikisinə də aiddir. Bunun hamısı ikisinə də aiddir. 5-i də ortaya yazaq. Nəysə çıxardacağıq burada. Mənimsənməsi əlverişsiz olan ərazi Amazon meşələri məsələn. Bunu ekvatorial yazır. Deməli, burada biri təkcə ekvatoriala götürür. İl boyu təkrarlanan hava rejimini. İsti rütubətli. Mülayimdə qış biraz sərin keçir deyə yəqin ona görə götürmüş. 1, 6, 2, 4, 3, 5. Hava. 96. Tropik, subtropikdən oxşar fərqli. İl boyu yüksək təzyiq edən hava tropikdədir. Subtropik keçiddir. İl boyu sözü demir. Avropanın cənubu subtropikdən aralıq dənizdir. Avrasiya materikində tam zolaq əmələ gətirilmir. Tropik. Çünki Tar səhrasında kəsilir. Himalay dağları imkan vermir. Afrikanın həm şimalı, həm cənubu aralıq dənizidir. Bunu subtropikə götürək. Kontinental səhra, yarım səhra ikisində də var. Zeytun bitkisinin ikisində də becərə bilərik. Burada cavabımız 1, 3, 2, 4. Əslində zeytun subtropik aralıq dənizidir. Biz yenə harda buraxdıq boşluğu? Avropanın cənubunda subtropik 100%, zeytun da subtropikə götürsəm 2,6 olacaq. Afrikanın həm şimalında, həm cənubunda tropik də var da, düzdür. Ekvator şimalında böyük səhra, cənubunda Namib Qalahar səhrası. Hə, 4-ü biz ortaya götürüb zeytunu subtropikə götürməliyik. 1, 3, 2, 6, 4, 5. Artıq yuxum gəldi, çox sıx oldu deyəsən. Yay rütubətlidirsə subekvatorial. Subekvatorial Cape York və Hindistan. Yay quraqdırsa Aralıq dənizi. Apennin, Piriney. 1-4. İl boyu rütubətlidirsə ekvatorial, Kalimantan, Sulawesi 3-6. 2-5, 1-4, 3-6. D variantı. Tamam. Subtropik iqlim qurşağının bunlarla oxşar cəhətini seçməliyik yəqin ki. Mülayim iqlim qurşağından fərqli yox. Mülayimdən fərqlisini. Bir neçə iqlim tipi ikisində də var. Bu fərqli deyil. İl ərzində eyni hava kütləsi fərqlidir. Çünki mülayim əsaslı subtropik keçid. Subekvatorialdan oxşar. Fəsillərdən asılı olaraq suvarma əkinçisi inkişaf edib. Bəli. Birində qışda, birində yayda. Biri qışda quru olur, biri yayda. İl boyu eyni hava kütləsi xeyr, ikisi də keçiddir. B, C. Subarktik. Daxilində yalnız bir iqlim qurşağına aid təbii zona formalaşır. Subtropikdə bir neçə təbii zona var. Çöl var, çöl yarpaqlı meşə var, səhra var. Yayda mülayim hava kütləsi təsir edir. Subtropikə fərqlidir bu. Subarktikdə birdir tundra. Subtropikdə bir neçədir. Yayda mülayim hava subarktikə təsir edir. Subtropikə yox. Ona qışda təsir edir. Deməli, burada B, C, E, F. Belə bir variant yoxdur. Belə bir variant yoxdursa B, C, F var. B, C, F var. Yeni niyə eləyək onda? Daxilində yalnız bir iqlim qurşağına aid təbii zona. Subarktikdə tundra, meşə tundradır. Başqa hansı iqlim qurşağına aid təbii zona var ki? Amma subtropikdə çoxdur. Tropikin səhrası var. Mülayimin çölü var. Amma belə bir variant uyğun gəlmir. B, C, F uyğun gəlir ancaq. Ona görə B variantını götürək.
Eyni meridian üzərində yerləşən birinci məntəqə ekvator xətti ilə, ikinci məntəqə cənub tropik xətti ilə kəsişir. Deməli, eyni xəttin üstündədir. Biri ekvatorun üstündədir, biri cənub tropik. Konqo ola bilər ekvator kəsir, platformanın əyilmə zonasındadır. Amazon ola bilməz, çünki Amazonla Konqo eyni xəttdə deyillər. Amazonla Laplat. Amazonu ekvator kəsir, düzdür. Şimal, cənub, qərb yarımkürələrində yerləşir. Laplatanı da cənub tropik kəsir. Qış günlərində günəş zenitdə olur. Bəli. Elə budur. B variantı. İkisi də alt üst yerləşirlər. Birini ekvator kəsir, birini cənub tropik. Drakonla Kalimantan fərqli yerlərdədir. Atakama qərbdədir. Laplatanın eyni meridianda olmasın. Kamerun vulkanı da Afrikanın ən hündür vulkanik dağı deyil. Kilimanjaro Afrikanın ən hündür vulkanik dağıdır. Ona görə cavab B variantı. Son suala baxırıq uşaqlar. Materiklərin iqliminə növbəti videoda baxarıq. Bu videoda vaxtımız çatmadı, uzun oldu artıq. A deməli həmişə istidir. Yağış da 270 azdır. Deməli bu tropik iqlim olacaq. B yayda isti, qışda mülayimdir. Yağış da daha çox yayda yağır. Bunlar arasında uyğun bənd. İqlim daha kontinentaldır B-də. Çünki yay daha isti, qış daha soyuqdur. Bunu götürdük B-də. Yağıntılar ilin isti dövrünə düşüb əsasən ikisindədir. İlk temperatur amplitudu 20-dən azdır, birincidə. İkincidə çoxdur. Amma mənfi 10-dur bu. Bu mülayimin kontinentaldır. İkincidə çoxdur. Bu birinciyə götürür. Şimal yarımkürəsində də ikisi də. Aqroiqlim ehtiyatları yaxşıdır birincidə. İsti olanda aqroiqlim daha yaxşı olur. Çay əmələ gəlmə imkanları daha genişdir. İkincinin, çünki yağışı daha çoxdur, daha rütubətlidir. Nisbi rütubət daha çox. 3, 5, 1, 6, 2, 4. Bu qədər uşaqlar. Bugünkü mövzumuzda iqlim qurşaqlarla danışdıq. Gələn videoda materiklərin iqlimindən danışacağıq.